Xəyyam İbadov, Hacı, hər vaxtınız xeyir olsun, necəsiz? Aleyküm salam, yaxşıyam, siz yaxşı olsun inşallah. Allah sizi qorusun, Hacı. Sübh namazını qılıb yatma barəsində məlumat verərsiniz də. Nə məlumat verim, yəni yatmayın, yatmayın. Yaxşıdır ki, deyirlər, sübh namazından gün çıxana qədər oyaq qalasınız, ruzilərin gəldiyi andır, saatlardır, dəqiqələrdir. Daha çox yorğun olsunuz, yata da bilərsiniz. Amma ən şirin yuxu da elə həmin vaxtıdır, Hacı. Aldadıcı şirinliyidir, biraz keçəndən sonra keçib gedir. Amma ondan daha şirini odur ki, çıxasan bir bayrağa, o quşların səsi, o səhər çağında da quşların bir dənə ağlı başdan çıxaracaq səsləri var onların. Həqiqətən də o yatmaqdan daha şirindir, amma bəli, yatmağın özü də. Bir Arifin bir sözü var, deyirdi, bəzi vaxtlar ləzzəti tərk eləməkdədir. Bəzi vaxt o yalancı şirinliyi atanda həqiqi şirinliyi duyursan. Biraz adamın gələk ağzının dadı dəyişsin də o. Bəli.